Salam dəyərli müdavimlər, hər vaxtınız xeyir olsun. Hər birinizi xoş gördük. Mən Fidan İskəndərova. Bugün sizlərlə miqlə eyni nəticəyə aparmaq ehtimalı olan sınağın izahını bölüşmək istəyirəm. Vaxt itirməyək, başlayaq sualların izahına. Sual 1-lə başladıq. Bəli, elə birinci sual 2024-cü ilin qəbul sual tipi sayılır. Qurbanlıq qoyun birləşməsinin fonetik təhlilinə aid neçə fikir doğrudur? İlk olaraq bunu təhlil edək. Qurbanlıq qoyun samitlə başladığına görə birinci tərəfin son hərfi x səsi ilə tələffüz edilir. Neçə fikir doğrudur? Bax, söz birləşməsinin aslı tərəfi demir, əsas tərəfi demirsə, mən ümumi baxmalıyam hələ ki. Cingiltli samitlərin sayı 9-dur. 1, 2, 3, 4, 5, 6, 7, 8. Deməli, 8 ədəddir, bir səhvdir. Bir məqamda cingiltli samit kar qarşılığına keçib. Demir ki, bu birləşmədə bir kar samit var. Deyir ki, bir məqamda cingiltli samit kar qarşılığına, yəni özünün qarşılığına keçib. Axı, G-nin qarşılığı K səsidir. O səbəbdən də keçməyib sən demə öz qarşılığına. Qalın saitlərin ahəngi gözlənilmişdir. Bəli, hər biri qalındır. Kar cingiltli samit cütlüyünə rast gəlinmir. Yəni bu birləşmədə elə iki səs yoxdur ki, bir-birinin qarşılığı olsun. Həqiqətən də kar cingiltli samit cütlüyünə rast gəlinmir. Çünki bir-birinin qarşılığı sayılan səslər burada yoxdur. Məsələn, saz sözü var, saz. Saz sözündə kar cingiltli samit cütlüyü var. Çünki orada s və z səsləri bir-birinin qarşılığıdır. Yəni, qarşılıq təşkil edən samitlər o sözdə var, amma bu birləşmədə yoxdur. Doğrudur. Kəmiyyət fərqinə rast gəlinmir, yəni miqdarımız artıb azalmayıb. Doğrudur. Qarşılığı olmayan 3 müxtəlif samit var. Gəl sayaq görək, nə qədər burada qarşılıq yoxdur? 1, 2, 3, 4. Razıyam, 4 samitin qarşılığı yoxdur. Amma şərti bir daha oxusaq. Deyir ki, qarşılığı olmayan 3 müxtəlif. Burada müxtəlif olan 2 ədədir. Bax, n-dan 3 ədəd var. O eynilikdir. Niyə onu müxtəlif kimi sayım? Olmaz. Bütün hecalar samitlə başlayır, samitlə bitir, səhvdir. Qurbanlıq, qoyun. Məsələn, qoyunun qo hissəsində saitlə bitiş var. Deməli, bu da səhvdir. Neçə fikir doğrudur? Cavabımız oldu B variantı. Gələk 2-yə. İşə yeni təyin edilmiş direktor müavininin birbaşa iclas otağına daxil olmağı direktoru biraz təlaşlandırdı. Burada müxtəlif qaydaları yada salmaq lazımdır. İlk olaraq buradan başlayaq. Nə etdi? Təlaşlandırdı. Nə təlaşlandırıb? Elə bil ki, onun daxil olmağı, kiminsə daxil olmağı, kimisə təlaşlandırıb. Mübtədamız tapıldı, xəbərimiz tapıldı. Sadəcə burada bir nüansı bilək. Üçüncü növ təyini söz birləşməsi ilə ifadə olunub mübtədamız, feili birləşmə ilə ifadə olunmayıb. Hardan bildik? Çünki əgər əsas tərəfdə məsdər yaxud feili sifət varsa və model cəhətdən birinci tərəfi yiyəli, ikinci tərəfdə mənsubiyyət alınıbsa həmin birləşmənin, deməli o birləşmə ismi birləşmədir. Bu nə deməkdir? Məsələn, oxumaq, oxuyan, bu tip əsas tərəfdə sözlər varsa, onları model cəhətdən görürəm ki, birinci tərəfi yiyəli kimi, ikinci tərəfinə isə mənsubiyyət qoyublar. Məsələn, kitab oxumağımız, daxil olmağı. O hallarda deyirəm ki, burada artıq nə var? İsmi birləşmə var. Yəni, onun daxil olmağı məzmunu kimi oxuyanda bunu ismi birləşmə kimi sən analiz etməlisən. Bu qaydanı bilirik. Yəni, məsdərimiz, feili sifətimiz əsas tərəfdə
olduğu zaman mənsubiyyət şəkilçisini qəbul edirsə və təbii ki, mənsubiyyəti qəbul edəndə avtomatik sol tərəfdə də yiyəlik hal olur. Və gördüm ki, birinci tərəf müəyyən yiyəlik, ikinci tərəfdə mənsubiyyətdirsə, bu artıq birbaşa sayılır ismi birləşmə. Bunu niyə bu qədər uzun-uzadı deyirəm? Çünki biz artıq direktordan başlayaraq daxil olmağı hissəsinə qədər ismi birləşmə saydıqsa bu birləşməni, deməli işə yeni təyin edilmiş, asanlıqla müstəqil təyin olmuş olacaq. Yox, əgər mən direktor müavininin birbaşa iclas otağına daxil olmağı yerinə hər hansı bir feili birləşmə, hər hansı bir tərkib yazsaydım, o zaman işə yeni təyin edilmiş də o tərkibin içinə daxil olardı. Bunu biz müdavimlərə belə öyrətmişik. Demişik ki, təyin edici söz, üstəgəl ismi birləşmə gələrsə, təyin edici söz müstəqil olacaq. Yox, əgər təyin edici sözdən sonra feili birləşmə gələrsə, o zaman nədirsə bilmirəm, indi baxır cümləyə, təyin birləşmənin tərkibinə daxil olacaq. Bu xüsusi bir düsturdur, yadda saxlamağa məcburuq. Aha. Daha sonra direktoru kimi tamamlıq nə qədər biraz olacaq zərflik. Cavabımız oldu burada. Təyin, mübtəda, tamamlıq, zərfli və xəbər olmuş olacaq. Gələk üçüncü suala. Zavod kompleksinə daxil olan taxıl anbarı və un dəyirmanı Türkiyənin əsas şirkətlərinin texnologiyasına əsasən qurulmuşdur. Nə istəyir bizdən? Doğru fikirlərin sayını göstərək. Başlayaq. Yiyəli hal şəkilçisi həm ümumi, həm də xüsusi ismə artırılıb. Baxaq, yiyəli hal şəkilçisi bir burada var, bir də burada var. Başqa yiyəli hal şəkilçili söz yoxdur. Deyərsiniz, zavod, taxıl, un, bəs bunlar, onlar yiyəli hal şəkilçili deyil. Qeyri-müəyyənlərin şəkilçisi yoxdur. Cəmi 2 dənə söz var ki, Türkiyənin xüsusi ismin yiyəli hal şəkilçisi ilə işlənməsi, şirkətlərinin sözü də ümumi ismin yiyəli hal şəkilçisi ilə işlənməsidir. Bu doğrudur. Mənsubiyyət şəkilçili 5 söz var. Baxaq. Onun kompleksi, onun anbarı, onun dəyirmanı, onun şirkətlərinin, onun texnologiyasına. Mavi qələmlə yazdıqlarımıza baxdıq ki, bəli, 5 ədəd mənsubiyyət şəkilçili söz var. Daha sonra davam edək. Feilin quruluşca 2 növü işlənmişdir. Gəlin baxaq. Feilin quruluşca 2 növü mü işlənib burada? Feillər hansılardır ümumiyyətlə? Bilirsiniz də bu tip sualda, 3-cü tip şərtdə təsriflənən, təsriflənməyən nə qədər feil varsa hamısını saymalısınız. 1, 2, başqası yoxdur. Əla. Qurulmuşdur düzəltmə, daxil olan mürəkkəb tərkibi feildir. Deməli, quruluşca həqiqətən də 2 növ işlənib. Qeyri-müəyyən yiyəli halda 3 isim işlənmişdir. Qeyri-müəyyən yiyəli halda görək hansı isimlər var burada. Zavod, taxıl, bir də un. Bu da doğruymuş, da nə qaldı? Köməkçi nitq hissələrindən biri amonimliyə malikdir. Görək ümumiyyətlə burada hansı köməkçi nitq hissələri var? Söhbət hansı köməkçi nitq hissələrindən gedir? Və var, əsasən var. Aha, bəli, köməkçi nitq hissələrindən biri. Bu yox. Bu amonimdir. Əsasən həm modalda var, həm də qoşmada var. Nəyəsə əsasən deyirəmsə, filan şeyə istinadən deyirəmsə qoşmadır. Mən əsasən bu dərsi belə izah edirəm desəm, modal sözdür. Bir də qoşma ilə modal sözün əsasenləri vergülün olub-olmamağına görə də fərqlənir. Əgər o əsasən vergüllüdürsə ətrafı, yanı o tərəfi bu tərəfi vergüllüdürsə, o zaman deyirsən modaldır. Məsələn, faktiki burada ətrafında vergül yoxdur deyə qoşma funksiyasındadır. Bütün variantlar doğrudur olsun, cavabımız D variantı. Gələk 4-cü suala.
Baxaq, birincisi ilə gəlin buradan başlayaq. Fərqləndirilmiş sözlərin hansında mənsubiyyət şəkilsi artırdıqda səs düşümü hadisəsi baş verməyib. Hamısını normal hala salaq. Qəbir, əyin, könül, ömür. Bax, bu da qəbul sualı olub. Ona görə istifadə etmişəm bir daha bu sualı. Bir də əzm sözü. Baxın, indi siz mənə deyin. 5 variantda hər birində qara hərflərlə verilmiş sözü yazdım. Hələ mənsubiyyət şəkilçisi qoymadım. Qəbir sözü, əyin, könül, ömür normalda belə yazılır. Mənsubiyyət qoydum deyə i düşdü burada. Mənsubiyyət qoydum deyə i düşdü. Mənsubiyyət qoymuşam deyə ü düşüb. Mənsubiyyət qoyulub deyə ü düşüb. Amma əzmimiz sözü, əzmimiz fərq etməz. Onsuz da buna mənsubiyyət qoysaq da, qoymasaq da bu 3 hərflidir. Yəni burada nəyəsə görə, nə bilim, hala mı görə, mənsubiyyətə mi görə, nəyəsə görə burada düşüm yoxdur. Əzm sözü onsuz da doğuşdan 3 hərfli, bir saitli söz olub. Biz 2 saitli, yuxarıdakılar 2 saitlidir və biz mənsubiyyət qoyanda bunlar 1 saitin itirir. Olur məsələn qəbrimiz, nə bilim, əynimiz, könlümüz və s. Əzm sözü onsuz da bir hecalıdır. Biz bir hecalını hecasız kimi göstərə bilmərik axı. Orada nəyi düşürək? Heç nəyi. Cavabımız olacaq Y variantı. 5-ci sual. Eyni köklü sözlər cərgəsini müəyyən eləyək. Eyni köklü sözlərdən nəyi bilməliyik? Bilməliyik ki, bizi bir neçə şərtlə çaşdıra bilərlər. Mütləq şəkildə cərgəmiz quruluşca düzəltmə sözlərdən ibarət olmalıdır. İkinci qəşəng bunu qaydanı bilməliyik ki, eyni köklü sözlərdən, ya ümumiyyətlə, fe'li sifət, məsdər, fe'li bağlama şəkilçiləri qrammatikdir. Bax, bu fe'li sifət şəkilçisidir, deməli qrammatikdir, çıxdı. Bu fe'li sifət şəkilçisidir, deməli qrammatikdir, çıxdı. Bu fe'li sifət şəkilçisidir, deməli qrammatikdir, çıxdı. Bu da fe'li bağlama şəkilçisidir, bu da qrammatikdir, çıxdı. Cavab C. Bəs deyər say müəllim, burada da fe'li sifət şəkilçisi var da. Biz demirik ki, fe'li sifət şəkilçili söz mütləq sadə sözdür. Bəlkə o fe'li sifət şəkilçili sözdən qabaq söz artıq düzəltmə olub. Vuran sadə sözdür də, vurulan, vurduran, bunlar artıq başqa şəkilçiyə görə düzəltmələşib. Cavabımız olacaq C variantı. Baxın, həm quruluşca bütün sözlər düzəltmədir, həm də kökləri eyni nitq səsi və kökləri eyni mənada sayılmış olur. 6-cı sualdan davam edək. Verilmiş cümlə ilə bağlı yanlış fikri seçək. Müəllim Nərmin səbirsizliklə imtahan nəticələrini gözləyir. Ara bir istirahət edir. Bir qədər dincələndən sonra övladları ilə vaxt keçirir, ev işləri ilə məşğul olurdu. Baxaq, zərfin 3 məna növündən istifadə olunub. 1, 2, 3. Baxaq, səbirsizliklə zərfi, tərz hərəkət zərfi, ara bir zaman zərfi, bir qədər də kəmiyyət yaxud da miqdar zərfi sayılır. Doğrudur. Bir düzəltmə, 2 mürəkkəb tərkibi feil var. Baxaq. Deməli, bir düzəltmə, 2 mürəkkəb tərkibi feil var. Baxaq. Gözləyir var. Dincələndən. Elə bax, nağd olaraq 2 dənə düzəltmə feil tapdıq. Bayaq dedik axı. Feilin təsriflənən olsun, təsriflənməyən olsun, fərq etməz. Feil deyəndə hər bir növü götürmək olar. 2 düzəltmə var, ona görə bu fikir elə yanlışdır. Cavabımız B variantı. Gəl hər ehtimal mürəkkəblərə sayaq. İstirahət edir, vaxt keçirir, məşğul olurdu. C-yə baxaq, 3 qoşma işlənmişdir. Baxaq görək burada neçə ədəd qoşmamız var. Qoşmaya baxaq. Bəli, əslində 3 ədəddir. Hansılardır? Deməli, sonra qoşması, ilə qoşması, bir də ilə qoşması. Deməli, bu da doğrudur. Adlı halda 4 isim var. 1, 2, öz övladları, mənsubiyyət var deyə adlıq.
onun işləri. Mənsubiyyət var deyə adlıq. 4 cədənə adlıq halda isim var. Əvəzli işlənməmişdir. Bəli, əvəzli işlənməyib. Sual 7. Hansı cümlələrdə fərqləndirilən sözlər birlikdə bir leksik mənanı ifadə edirlər? Bilməliyik ki, bir leksik mənanı ifadə etmək üçün ya söhbət frazemdən getməlidir, yəni frazeoloji birləşmədən, ya da mürəkkəb tərkibi feildən. Yəni bu şərtdə o tiplər bir leksik mənalı, yəni bir söz kimi sayılır. Başlayaq. Kaş müharibə olmayaydı bu dünyada. İndi də bumbuz olub əllərin. Bax, hər iki cümlədə olmaq sözü var. Amma birində müstəqildir, birində isə qeyri-müstəqildir. Əgər olmaq, var olmaq, yaşamaq, mövcud olmaq mənalarından hər hansısa birini verirsə, o zaman müstəqil olmaqdandır. Yox, əgər bu sadaladığı məzmunlar verilmirsə, deməli o nəyinsə tərkibindədir. Məsələn, biri var deyirəm ki, narahat olmaq, biri də var deyirəm ki, bulvarda olmaq. Məsələn, saat 5-də bulvarda ol. Buradakı olu yəqin ki, başa düşürsünüz ki, bir məna verən oldu da. Yəni, ora gəl, orada ol, orada məni gözlə məzmununda. Ya, mən səni həmin yerdə gözləyəcəm məzmununda. Gördünmü? Həmin ol sözü ilə kömək olmağın, xoşbəxt olmağın olu fərqli mənalardadır. Yəni, sən hansısa cümlədə ol, et, bil, qıl ifadələrinə müstəqil yanaşa bilməyəcəksənsə, o deməli hansısa sözlə birləşib ümumilikdə bir söz belə deyə bildirir bizə, bir sözü ifadə edir. Amma dərs, məsələn, saat 5-də dərs olacaq, kurs burada olur, mən saat 3-də Bakıda olacağam, mən Bakıda oldum, bu olmaqlar görürsünüz ki, müstəqildir. Deməli, birincidə müharibə olmayaydı ifadəsi dedik ki, iki müstəqil sözdən ibarətdir. İkincidə bumbuz olmaq ifadəsi bir müstəqil sözdən ibarətdir. Üçüncüdə dərs olmaq, yəni görək şənbə günləri məktəblərdə dərs var. Bu da iki müstəqil cümlədir. İki müstəqil sözlə ifadə olunan bir mənanı verməyən ifadədir. Burada kömək olmaq bir sözdür. Bu olmaqda bir söz. Ümumi iki söz var burada da. Yəni, görək bizə kömək edən var. Bu mənada işlədilir. Mum olur da bir sözdən ibarətdir. Cavabımız olacaq bir mənanı verirsə, Y variantı. Ümumiyyətlə, bu mövzunu 7-ci sualı daha yaxşı başa düşmək üçün siz tərkib anlayışını bilməlisiniz. Yəni, mürəkkəb tərkibi feillər mövzusuna yaxşı bələd olmalısınız. Sual 8. Cümlələrdəki ötürdü feillərini fərqləndirən cəhətləri müəyyənləşdirək. Qardaşım dostunu nə etdi? Evəcən ötürdü. Meşədəki quşlar səs-səsə verib nə edirdi? Ötürdü. Bu tip sözləri ən yaxşı yol sual verməklə fərqləndirə bilərsən. Nə etdi sualını verəndə sadəcə dini eşitdin. Eşitdiyin nədirsə o qrammatikdir. Nə edirdi sualını verəndə orada həm iri eşitdin, həm də dini. Eşitdiyin nə qədər şəkilçi varsa onlar hamısı qrammatik sayılır. Bitdi. Bunların fərqli cəhətləri nədir? Əlbəttə ki, fərqli cəhətləri izahlarıdır. Ötürdü. Biri var quşların ötməyi, biri var kiməsə evə ötürmək. İzahlar başqadır. Daha sonra quruluşları əlbəttə biri düzəltmədir, biri sadə. Zamanları biri keçmişdir, biri indikidir. Bir də olacaq vurğuları. Ötürdü. Cavabımız A variantı. Bax, şəxslər dəyişmir. O ötürdü, onlar ötürdü. Yenə də üçüncü şəxsdə istər təki olsun, istər cəmi olsun, şəxs eyni qaldı. Qrammatik mənası, yəni nitq hissəsi. 10-cu sualdan davam edək. Verilmiş cümlədə durğu işarələrinin düzgün ardıcıllığını müəyyən edin. Deyirsiniz ki, məsələn, burada
dialoq yoxdur, nə bilim başqasının nitqi yoxdur. Elə düz bir cümlədir. Yəni burada əlavə bir nəyəsə ehtiyac yoxdur. Vasitəli, vasitəsiz nitqi yoxdur. Razıyam, yoxdur. Yəni burada əlavə bir dırnağa və s. ehtiyac yox idi. Yəni o tip başqasının fikri çatdırılmır. Amma biz dırnaqları sadəcə başqasının fikrində izah eləmirik ki. Mürəkkəb adların da bəzi dırnaqda yazılan nümunələri var. Məsələn, qəzet, jurnal adları, kafe, restoran adlarında dırnaqdan istifadə olunur. Getdik. Dünyanın Əkinçi qəzetindən oxuduğum məlumatlar məni maarifləndirdi. Amma əfsus ki, bunları öncədən əldə etmədiyim üçün təəssüflənirəm. Bitdi. Dırnaq bu hissədə lazımdır sadəcə. Eləsi var, varianta baxıb çaşacaq ki, yəqin ki, bura dırnaq qoyum, ehtiyac yoxdur. Niyə durduğumuz yerdə cümləyə dırnaq qoyaq ki? Cavabımız olacaq burada D variantı. Çünki dırnaq, bunlar bitdi. Vergül, ən sonunda da nöqtə. Görə vergüllər niyə qoyuldu? Cümlə bitdi deyə qoyuldu, modaldır deyə qoyuldu. Cavabımız D variantı oldu. Hansı cümlədə kökü eyni olan sözlər bir-birinə münasibətdə eyni köklü sayıla bilməz? Yaşlı, yaşadığı. Eyni köklüdür. Çünki hər ikisi yaş və hər ikisi insanın yaşıdır və hər ikisi düzəltmədir. A eyni köklü olar. Əlindəki, əlcəyi. Hər ikisi eyni köklüdür. Çünki hər ikisi düzəltmədir, hər ikisinin kökü eyni sözdür. Bu da üstəgəl. Gülməli filmi izləyib doyunca gülüşdük. Cavab C-dir, çünki Malım Əli 90% ehtimalla, yəni birlikdə götürülən versiyası var, o Malım Əlini parçalamasaq, birlikdə götürülən versiyası hər zaman qrammatikdir. Gülüşdük sözü nə qədər də düzəltmə olsa belə, gülməlinin sadə olmağına görə o eyni köklü söz sayıla bilməz. Cavabımız C variantı. Gözlüklü xalayla gözlətdi sözü də eyni köklüdür. Yarmaqdan yara, yaralı, yarmaqdan yarğan, bu da eyni köklüdür. Cavabımız C variantıdır. 12-yə baxaq. Sözlərin tələffüzü cəhətdən sıralamanın ardıcıllığı nəzərə alsaq, görək başımıza nə gəlir. İşsizlik, 2 fərqli məqam, ustad, namə, uzanma fərqli məqam sayılmır deyə ümumi 2 fərqli məqam, həssaslıq, burada da 2 fərqli məqam var. Deməli, sən 2 fərqli məqamlı bir söz tapmalısan. Cavabımız B variantı. Söz dəşmək olmuş olur. Xoşluqla, maşallah 4 fərqli məqam, sədirlik 3 fərqli məqam, haqsız 1 fərqli məqam, paslamaq 3 fərqli məqam var. Cavabımız olacaq B variantı. Belə əziz müdavimlər, ümid edirəm ki, öyrədici olan bu sınağı tam layiqincə, keyfiyyətli formada işləmisiniz. Başa düşmədiyiniz məqamlar ümid edirəm ki, izahdan sonra anlaşıqlı oldu. Hansı hissədə bir daha problem yaşasaz, onu mütləq şəkildə məndən soruşun. Ödənişli qruplar müzakirədə soruşsunlar, ödənişsiz qruplarda rəy yaza bilərlər. Məsələn, bax, yenə deyirəm, birinci sualı mən variantlar da qoya bilərdim. 1, 3, 5, 2, 4, 6 hansı ki müdavimə elə variantlar qoyanda daha rahat gəlir bu sual. Amma faktiki olaraq 2024-cü ilin MİQ imtahanında sual eynən bu tipdə verilirsə, mən onu asanlaşdıra bilmərəm. Asanlaşdırsam, sadəcə öz izahıma görə, özümə sərfəli olsun deyə, özümü az yorum deyə, müdavimlər məndən razı qalsınlar deyə edərəm, amma bu da sizi zəiflətmiş olar. İmtahana düşən versiyanın ən azı özü tipini saxlamalıyıq ki, siz bu ilki qəbulda da suallardan qorxmayasınız. Əgər izah yararlı oldusa, mütləq şəkildə bəyənməyi, paylaşmağı, ürəyiniz istəyirsə xoşrəy yazmağı da unutmayın. Hələlik. Salam əziz müdavimlərimiz, hər birinizi xoş gördüm. Mən Həsənova Nərmin. Bugün sizlərlə ümumi sınağımızın mətnlərinin izahına baxırıq və bunu bildirim ilk öncədən ki, yığdığım bu mətnlərin hamısı tam imtahan səviyyəsində həm mövzu olaraq
həm sual səviyyəsi olaraq düşünə bilərsiniz. Yəni imtahanda da sualların hamısı çətin ya da hamısı asan düşmür, hər səviyyədə düşə bilir. Getdik. Rentgen şüaları 1895-ci ildə Alman fiziki Wilhelm Conrad Röntgen tərəfindən təsadüfən kəşf edilib. O, katod şüalarını araşdırdığı zaman qaranlıq otaqda ətrafdakı bəzi cisimlərin işıq saçdığını müşahidə etdi. Bu işığın adi işıq olmadığını, şüaların qeyri-adi xüsusiyyətlərə malik olduğunu müəyyənləşdirdi. Rentgen şüaları adlandırılan yeni bir şüa növü elmən bəlli oldu və texnologiyada yeni bir yararlı kəşfə imza atıldı. Beləliklə, rentgen şüalarının tibbdə tətbiqi ilə daxili orqanların zədələnmədən görüntülənməsi mümkün oldu. Onun bu kəşfi tibb sahəsində inqilabi dəyişikliklərə səbəb oldu. Mətnə əsasən hansı suala dəqiqliklə cavab vermək olmur? Bu tiplərdə siz nə etməlisiniz? Yəni, dəqiqliklə cavab vermək olmur nə deməkdir? Ehtimal etməklə oxşar bir şeydir. Yəni, sən bunu haradasa deyirsən ki, olar bəlkə də ehtimal edirəm ki, bu ola bilər, amma tam dəqiq deyə bilmərsən ki, dəqiqliklə belədir. Gəlin baxaq. Məsələn, B-də rentgen şüalarının texnologiyada rolu necə idi? Bax, burada özü bizə mətndə konkret olaraq bildirir ki, yararlı kəşf imza atıldı texnologiyada. Deməli, bunu mətnə əsasən dəqiqlə deyə bilirəm ki, yararlıdır. Bax, buna konkret yaza bilirəm bu yararlıdır. Deməli, B getdim. Dəqiqliklə rentgen hansı şüaları, deməli, Wilhelm Conrad Röntgen hansı şüaları araşdırırdı? Katod şüalarını araşdırırdı. Dəqiqliklə mətnə əsasən cavab verə bilirəm. Rentgen şüaları tibb sahəsində nə kimi rol oynadı? Buna da dəqiqliklə cavab verə bilirsən ki, tibb sahəsində inqilabi dəyişikliklərə səbəb oldu və tibbdə tətbiqi orqanların zədələnmədən görüntülənməsi mümkün oldu. Yəni, tibbdə yeni bir kəşf oldu. Rentgen şüalarının kəşfi necə oldu? Bunu da sən konkret cavab verə bilirsən ki, təsadüfən kəşf olundu. Amma rentgen şüaları hansı ölkədə kəşf olunub? Biz bunu rentgen şüalarını 1895-ci ildə Konrad Röntgenin Alman fiziki olduğunu bilirik və buna əsasən təxmini deyirik ki, Alman fizikidirsə, deməli Almaniya deyə bilərik. Amma bunu təxmini deyirik. Yəni, konkret olaraq Alman fiziki elə orada kəşf edib, yoxsa konkret olaraq həmin fizik gedib başqa bir yerdə kəşf edib, bunu deyə bilmirik deyə. Bu konkret dəqiqliklə cavab verilə bilinən bir sual deyil. Ona görə cavab olur A variantı. Gəldik ikinci sualımız bizim, daha doğrusu yəni 14-cü sualım. Elə bir mövzu seçmişəm ki, bu dəfə bir lətifədən olmuş olsun və bu tip 2025-ci ilin sertifikasiya imtahanında düşdü deyə hər ehtimal sizlərə də bu tipləri artıracağım ki, ola bilər ki, miqdə də düşmə ehtimalı olar. Teymurləncə xəbər verirlər ki, Molla Nəsrəddin bir məclisdə onun zülmkarlığından danışırmış. Teymur hirslənib mollanın hüzuruna çağırır ki, bu nədir? Yoxsa başın bədəninə ağırlıq eləyir? Deyirlər məclisdə mənim zülmkarlığımdan danışırsan. Molla deyir, qiblə-i aləm sağ olsun. Sən özün bilirsən ki, mən həmişə elə söz deyirəm ki, qəribə olsun, təzə olsun, heç kəsin eşitmədiyi, bilmədiyi, danışmadığı olsun. Xoruz səsi eşitməmiş söz olsun. Sənin zülmkarlığın hamının bildiyi, danışdığı köhnə şeydir. Burada nə qəribəlik var ki, mən də danışım. Sənə yalan deyiblər. Görün, nə maraqlı, ağıllı cavab verib özünü vəziyyətdən çıxara bilir. İndi gəlin bu verilmiş mətndə mollanın xarakterinə aid olanları seçək. Xarakterində qorxaqlıq deyil, yəni əksinə cəsarətlilik tələb edir ki, cavabınla onu sustura biləsən. Yəni, o öz başını öz cavabı ilə sağ saxlaya bilir. Ağıllılıqdır, diribaşlılıqdır, amma gülünc hala düşmək deyil. Cavabımız olur, yəni orada bir gülünc hərəkət etmiş sayılmır. 2 və 3 D variantı bizim cavabımızdır. Baxırıq 15-ci mətnə. 1945-ci ildə Amerikalı alim Perry Spencer mikrodalğalı şüaların qızdırıcı təsirini təsadüfən kəşf etdi. O, radar cihazı üzərində işləyərkən cibində olan şokolad parçasının əridiyini gördü. Məsələnin səbəbini araşdırdıqda məlum oldu ki, radarın yaydığı mikrodalğalı şüalar maddə molekullarının hərəkətini sürətləndirir, nəticədə istilik yaranır. Bu kəşf sonradan mikrodalğalı sobaların yaranmasına səbəb oldu. Mikrodalğalı soba qısa müddətdə qida bişirmək üçün geniş istifadə olunan cihazlardan birinə çevrildi. Onun sayəsində zaman və enerji itkisinin qarşısı alındı. Mətndə nömrələnmiş altından xətt çəkilən hansı hissə qarşısında verilmiş səbəbin nəticəsidir? Birə baxaq.
qızdırıcı təsirini təsadüfən kəşf etdi. Bunun qarşısında axı bir səbəb yoxdur. Amerikalı alim Perry Spencer mikrodalğalı şüaların qızdırıcı təsirini təsadüfən kəşf etdi. Yəni burada bir səbəbin nəticəsi deyil. Ona görə 1 getdim. 2-yə baxırsan, şokolad parçasının əridiyini gördü. O radar cihazının üzərində işləyərkən cibində olan şokolad parçasının əridiyini gördü. Yəni burada işləyərkən görür. Yəni burada bir səbəb işlədiyi səbəbinə görə olmur ki, sadəcə işləyəndə görür. Yəni burada 2 də səbəb deyil. 2 getdi. Səbəbini araşdırdıqda məlum oldu ki, radarın yaydığı mikrodalğalı şüalar maddə molekullarının hərəkətini sürətləndirir. Bax, indi bura fikir versən, bu özü elə bir cümlədir. Səbəbini araşdırdıqda məlum oldu. Yəni bu araşdıran zaman məlum oldu. Yəni burada onsuz da məlum olub ona. Bu bir nəticədir. Yəni burada bir səbəb deyil bundan sonrakının hansınınsa bir nəticəsi ola. Başa düşdüm? Yəni bunun qarşısında bir səbəb verilməyibdir. Bütövlükdə altından xətt çəkilən hissədə deyir ki, səbəbini araşdırdıqda məlum oldu ki, radarların yaydığı mikrodalğalı şüalar maddə molekullarının hərəkətini sürətləndirir. Yəni bu hissədə 2 nəticə cümləsi var. Bir cümlə budur ki, bu hadisələrin səbəbini araşdıranda məlum olub buna. Nə məlum oldu? Molekulların hərəkətinin sürətləndiyi. Yəni bunun da əsas ən özəyini təşkil edən nəticə də buradadır. Amma bunun hansısa bir səbəbi yoxdur qarşısında. Bax, bu altına xətt çəkilsəydi hərəkətini sürətləndirir. Radarın yaydığı mikrodalğalı şüalar. Yəni bu da bir məlumat verici hissədir. Yəni demir ki, bu səbəbə sürətlənir. Sadəcə deyir ki, o mikrodalğalı şüalar bunu sürətləndirir. Yəni fikir versən, bu da bir səbəbin nəticəsi yoxdur. Ona görə 3 də getdi. Baxırıq 4-ə. İndi deyir, nəticədə istilik yaranır. İndi sən fikir versən bu hissiyə, bu özü bir nəticə doğururmu? Doğurur. Bax, indi bu hissədə diqqətli olmalısan. Deyir, radarın yaydığı mikrodalğalı şüalar maddə molekullarının hərəkətini sürətləndirir və nəticədə istilik yaranır. Fikir versən, xətt çəkilən cümlə bir nəticə cümləsidir. Nəticədə istilik yaranır. Nə səbəbə yaranır? Radarın yaydığı mikrodalğalı şüalar maddə molekullarının hərəkətlərini sürətləndirdiyinə görə sürətləndirir. Bu səbəblə də istilik yaranır. Yəni konkret olaraq altından xətt çəkilən cümlə qarşısında verilən hissənin nəticəsidir. Və 5-ə baxsam, bu kəşfdən sonra, yəni burada da bir heç nəticə cümləsi yoxdur. Cavabımız olur D variantı. Yəni çox maraqlı bir mətnlərdəndir. Keçirik 16-ya. Mətnə əsasən hansı fikir doğrudur? Baxaq. Perry Spencer mikrodalğalı sobanı radar ixtirasından əvvəl kəşf etmişdi. Bu yanlışdır. Çünki elə radar üzərində radar cihazı üzərində işləyərkən axı elə bu kəşfə təsadüfən kəşf olunur. Yəni fikir versən, o demir ki, qızdırıcı həmin o şokolad parçasının əridiyini görməyi falan hamısı elə radar cihazının üzərində işləyərkən o radar necə bundan sonra ola bilər, mikrodalğalı əvvəl ola bilər. Bu yanlışdır. Mikrodalğalı şüalar molekulları parçalayaraq istilik yaradır. Mikrodalğalı şüalar molekulları parçalayaraq istilik yaradır demir. Əksinə deyir ki, molekulları sürətləndirir, sonra istilik yaranır. Bax, deyir, burada fikir ver, hərəkətini sürətləndirir, sürətlənəndən sonra nəticədə istilik yaranır. Parçalayaraq istilik yaradır demir. Mikrodalğalı şüaların təsiri nəticəsində maddədə hərəkət sürətlənir. Gəl baxaq, elə cavab C-dir. Çünki həqiqətən şüaların təsiri nəticəsində hərəkət sürətlənir. Mikrodalğalı soba ilk dəfə hərbi məqsədlə istifadə olunmağı burada verilməyib belə bir məqsəd. Perry Spencer mikrodalğalı şüaların qızdırıcı təsirinin ixtirasını həyata keçirmək üçün illərdir araşdırma etmişdir. Yanlışdır. O təsadüfən onu kəşf etmiş olur. Bu tiplərə diqqətli olmalısan. Cavab olur C. Yapon ixtiraçısı Momofuku Ando 1958-ci ildə ilk dəfə hazır ərişdə instant noodle ixtira etdi. Müharibədən sonraki aclıq dövründə insanlara tez və asan qida təqdim etməyi hədəfləyən Ando uzun müddət təcrübələr apardı. Nəhayət, buxarda bişmiş ərişdəni yağda qızardaraq onun uzun müddət saxlanmasını və üzərinə qaynar su əlavə edildikdə yenidən yeyilə bilməsini təmin etdi. Deməli, və burada konkret olaraq bildirir ki, uzun müddət saxlanmasını təmin etdi. Bax, deyir ki, onun yağda qızardaraq uzun müddət saxlanmasını və üzərinə qaynar su əlavə edildiğində yenidən yeyilə bilməsini təmin etdi. Bu bir fakt. Bu kəşf böyük marağa səbəb oldu. Hazır ərişdə qısa zamanda Asiyadan dünyaya yayıldı və müasir dövrdə sürətli qida məhsullarının ən populyar növlərindən birinə çevrildi.
İndi bizə mətndəki mütləq doğru olan fikri seçməliyik. Yəni mütləq doğru olan faktiki fikri seçməliyik. Bu nə deməkdir? Həm mütləq doğru olmalıdır mətnə görə, bir ehtimal cümləsi olmamalıdır. Həm də eyni zamanda mütləq doğru fikir olmalıdır. Yəni fikir özü doğru fikir kimi verilməlidir. Yəni hansısa bir ehtimal bir cümləsi formasında verilməməlidir. Getdik. Hazır ərişdə ilk dəfə Yaponiyada istehsal olmuşdu. Biz onun Yapon ixtiraçısı olduğunu bilib təxmin edərik ki, yəqin ki, Yapon ixtiraçısı Yaponiyada eləyibdir. Amma bu konkret olaraq dəqiqliklə bizə mütləq doğru kimi seçim edə bilmərik. Hazır ərişdə müharibə vaxtı silahlı qüvvələr üçün hazırlanmışdı. Xeyr, ümumiyyətlə azlıq dövründə insanlara tez və asan qida üçün hazırlanmışdı. Momofuku Ando hazır ərişlərin azlıq problemini həll etmək üçün yaratmışdı. Bax, bu faktiki olaraq cümlə özü də faktiki bir mütləq doğru cümlədir. Yəni cümlə özü də mütləq doğru cümlədir və mətndə də mütləq doğrulanmağı isbat olunur. Bu nədir? Baxıram, həqiqətən deyir ki, Ando uzun müddət təcrübələr apardı və müharibədən sonraki azlıq dövründə insanlara tez və asan qida təqdim etmək üçün hədəfləyirdi. Yəni aclıq dövründə. Bu nə deməkdir? Yəni həqiqətən də azlıq problemini həll etmək üçün yaratmışdı. Mətndə faktiki bir fikirdir, bu da faktiki bir mütləq doğru cümlədir. Hazır ərişlərin hazırlanması üçün yalnız qaynar su tələb olunmur. Burada bizə deyir ki, onu qızardır və hazır olması üçün ən sonunda sadəcə qaynar su lazım olur. Bax, deyir üzərinə qaynar su əlavə edildikdə yenidən yeyilə bilməsi təmin edilir. Niyə sadəcə bu tələb olunmasın? Yenidən yeyilə bilməsi üçün, hazırlanması üçün qaynar su tələb olunur sadəcə. Bu da səhvdir. İndi gəldik, çoxu yeyiyə çaşa bilər. Hazır ərişlərin uzun müddət saxlanıla bilən bir yemək olduğu düşünülə bilir. Fikir ver, bu mütləq doğru olan bir fikrə götürə bilərsən sən bunu. Bax, mətndə konkret olaraq deyir ki, saxlanmasını təmin etdi. Bax, onun uzun müddət saxlanmasını və üzərinə qaynar su əlavə edə yeyilə bilməsini təmin etdi. Bu, faktiki olaraq mütləq doğrudur. Bunu mütləq təmin edibdir. Amma burada deyir ki, düşünülə bilir. Yəni demək bu düşünülə də bilər, ola da bilər, olmaya da bilər. Bu insanların ehtimalıdır kimi verilir. Yəni bu sadəcə bir ehtimaldır kimi verilir, amma bu yanlışdır. Bu düşünülə bilir, yox. Bu konkret olaraq saxlanıla bilən bir yeməkdir mətninə görə. Necə ki, bax bu bilirsiniz nədir? Bəzən deyirik ki, suallarda qrammatik cəhətdən bununla sizin yadınıza saxlayım. Qrammatik cəhətdən sizə kimsə sualda salsa ki, həmişə demişik, düzəltmə sözü ola bilər. O yanlışdır. Necə ki demişik, bu konkret düzəltmədir. Onun kimi bir şeydir. Cavab olur C. 19-cu əsrin əvvəllərində Alman baronu Karl von Dres uzun məsafələri daha sürətli və yorulmadan qət etmək üçün yeni bir vasitə hazırlamaq qərarına gəldi. O, 1817-ci ildə ilk pedalları olmayan, ayaqla yerə təkan verərək hərəkət etdirilən gəzinti maşınını yaratdı. Bu nəqliyyat vasitəsi sonralar velosiped adını aldı. İlk velosiped taxtadan hazırlanmışdı və metal təkərlərlə təchiz olunmuşdu. Zamanla velosipedlərdə pedallar, zəncir, şinlər və əyləc sistemi əlavə edilərək bugünkü formasına gətirildi. Velosiped həm nəqliyyat vasitəsi, həm də idman aləti kimi geniş yayıldı. Mətnlə bağlı doğru fikirləri seçin. Gəl görək, mətnlə bağlı doğru fikir, daha doğrusu doğru fikir seçin. Nədir doğru fikir? İlk velosipedin təkərləri rezindən hazırlanmışdı, yanlışdı. O, hər şeyi təkərdən olduğu, taxtadan olduğu və metal təkərdən olduğu bildirilmişdi. Velosiped əvvəlcə yalnız yeriməyi asanlaşdırmaq üçün yaradılmışdı. Bəli, bax, bu yalnız sözün görüb, qorxma. Çox vaxt deyirik, axı, yalnız olan cümlələrdə biraz diqqətli ol, amma burada doğru yalnızdır. Nəyə görə? Fikir versən, velosiped əvvəlcə nə üçün yaradılmışdı? Uzun məsafələri daha sürətli və yorulmadan qət etmək üçün yeni bir vasitə hazırlamaq qərarına gəlir. Yəni, məqsəd nə idi? Sadəcə yeriməyi asanlaşdırmaq idi. Uzun məsafəni daha sürətli, yorulmadan getmək. Yəni, yeriməyi asanlaşdırmaq. Yəni, həqiqətən əvvəlcə məqsəd sadəcə bu idi. Daha sonra idman aləti, nəqliyyat vasitəsinə çevrilir. İlk velosipedin zəncir və pedal sistemi çox sadə idi. Ümumiyyətlə fikir versən, deyir ki, taxtadan hazırlanmışdı və təkəri metal idi. Sonralar orada zəncir, şin, əyləc olur. Yəni ilkdə heç yox idi. Ona görə bu səhvdir. Velosiped ixtirası sənaye inqilabından sonra baş vermişdi. Belə bir məlumat da yoxdur, səhvdir. Karl von Dres bu nəqliyyat vasitəsini idman üçün yaratmamışdı. Bu sonradan bu vasitəyə də çevrildi. Cavab olur B. Gəldik indi bizim aspirin mətnimizə. Düşünürəm ki, bu tip mətnlər imtahanda daha çox yer ala bilər. Bunlara da diqqətli olmaq lazımdır. Aspirin 1897-ci ildə Alman kimyaçısı Felix Hoffmann tərəfindən kəşf olunub. O, atası üçün oynaq ağrılarını azaldacaq təbii və təsirli dərman hazırlamaq istəyirdi. Araşdırmalar zamanı söyüd ağacının qabığında olan salislik turşusunun ağrıkəsici xüsusiyyətlərini öyrəndi.
Ancaq bu maddə mədə üçün zərərli idi. Hoffman salisilik turşusunu kimyəvi yolla dəyişdirərək daha az yan təsirli yeni bir birləşmə asetili salisilik turşusunu aldı. Bu maddə sonra aspirin adı ilə dünyaya yayıldı. Aspirin ağrıkəsici, qızdırma salıcı və iltihab əleyhinə təsir ilə müasir təbabətdə mühüm yer tutur. Görün, aspirinin tarixini də öyrənmiş oldunuz eyni zamanda. İndi hər kəsin evində olan bir dərmandır. Uyğunsuz olanı seçməlisiniz. Aspirin ağrıkəsici kimi istifadə olunur, doğrudur. Aspirin tərkibində asetil salisik turşusu var. Elə burada deyir ki, bu turşunu aldı və bu maddə sonradan aspirin adlandırıldı, doğrudur. Aspirin ilk dəfə təbii bitkidən alınmışdır, bəli, söyüddən olduğunu bizə onsuz da bildirmişdi. Aspirini Felix Hoffman'ın atası müalicə üçün hazırlamışdı. Fikir ver, bunu əminəm ki, imtahanda çox adam oxuyub, elə başa düşər ki, aspirini Felix Hoffman atasının müalicəsi üçün hazırlamışdı. Belə görünür. Yəni bu sırf göz yanıltmacıdır. Aspirini Felix Hoffman atası müalicə üçün hazırlamışdı. Cümlə indi mənası elə çıxdı ki, atası hazırlayıb. Amma halbuki atasının müalicəsi üçün Hoffman hazırlayıb. Bax, cümlə bu cəhətdən yanlışdır deyə. Bu bizim yanlış cümləmizdir, amma göz yanıltmacıdır. Bu daha çox, yəni elə başa düşüb səhv etmək üçündür. Aspirinin oynaq ağrılarını müalicə etmək üçün yaradılıb, amma ancaq başqa ağrılara da fayda ola bilər. Bəli, ilk öncə oynaq ağrıları üçün idi, amma sonra qızdırmada, iltihab əleyhinə və s. də işlədilib. Bəli, o da maraqlı mətn idi. 20-yə baxırıq. Verilmiş cümlələri düzgün ardıcılıqla və hansı cümlənin ardıcılığını və hansı cümlənin mətnin məzmunu ilə əlaqəli olmadığını müəyyən edin. Bu da çox maraqlı bir mətindir. Tapmalısan ki, birinci mətnin düzgün ardıcılıqla düzməlisən ki, ümumi mətni alasan. Daha sonra bir cümlə kənarda qalmalıdır. Heç nəyə uyğunlaşmayan, mətnə əlaqəsiz bir cümlə kimi saxlamalısan. Getdik. Plastik qablaşdırmaların yenidən istifadəsi bu tullantıların miqdarını azaldır və ətraf mühitin qorunmasına töhfə verir. Təbii ki, bunu başda qoya bilmərik, çünki yenidən istifadə istəyirsə, deməli əvvəldən istifadə barədə danışmalıyam. Şəhərdə tullantıların çeşidlənməsi üçün fərqli konteynerlər quraşdırılır və vətəndaşlar bu konteynerlərdən məqsədə uyğun istifadə etməyə təşviq olunur. Azərbaycanda ilk dəfə plastik tullantılarından ayrıca toplanması layihəsi Bakı şəhərində həyata keçirilmişdir. Elə fikir versən 3 giriş cümləsinə daha uyğundur. Gəlin elə buraya yazaq giriş, çünki bunu giriş cümləsini işlədə bilərik. Bugün bir çox ölkələrdə tullantıların enerjiyə çevrilməsi sahəsində yeni texnologiyalar tətbiq edilir. Qablaşdırma sənayesində rəqəmsal çap texnologiyalarının inkişafı satış bazarına daha təsir göstərmişdir. Getdik. Bax, 3 girişdir. Azərbaycanda ilk dəfə plastik tullantılarının ayrıca toplanması layihəsi Bakı şəhərində həyata keçirilmişdir. 3-lə başladıq. Daha sonra fikir versəm, 2, yəni Bakı şəhərində keçirib, sonra şəhərlərdə tullantıların çeşidlənməsi üçün fərqli konteynerlər quraşdırılır və vətəndaşlar konteynerlərdən məqsədə uyğun istifadə üçün təşviq olunur. 2 də bunun ardına uyğun gəlir. Daha sonra 1. İndi plastik tullantıların toplanmasından danışdıq konteynerlərdə. İndi bu plastik qablaşdırmaların yenidən istifadəsi bu tullantıların miqdarını azaldır və ətraf mühitin qorunmasına töhfə verir. Bir də bunun ardına uyğun gəlir. Daha sonra isə 4-lə bitirir. Bugün bir çox ölkələrdə bərk tullantıların enerjiyə çevirməsi sayəsində yeni texnologiyalar tətbiq edilir. Fikir versən 5-ə, qablaşdırma sənayesinə rəqəmsal çap texnologiyalarının inkişafı satış bazarına da təsir göstərmişdir. Axı, biz mətndə heç bir cümlədə rəqəmsal çap texnologiyasından danışmadı ki, sən deyəsən ki, çap texnologiyalarının inkişafı satış bazarına da təsir göstərdi. Yəni ki, bayaqdan güya biz danışmışıq qablaşdırmada rəqəmsal çap texnologiyasının nə qədər işə yaradığını, hələ bir deyirik ki, satış bazarına da təsir göstərir. Qısacası 5 bunların içində uyğunsuz qaldığına görə mətin 3, 2, 1, 4 ilə ibarət olur, 5 də kənarda qalır. Cavabımız olur 3, 2, 1, 4, 5 də kənarda qaldığı. A variantı bizim cavabımızdır. Maraqlı tipdir. Ola bilər ki, imtahanda belə məntiqi bir mətndə düşə bilər. Belə əziz müdavimlərimiz, izləyicilərimiz, ümid edirəm ki, sizlər üçün faydalı oldu. Sağ olun, sağlıqla qalın.